Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Baş verən yanğın faciə ilə nəticələnib. Günün xəbərləri xarici mediaya istinadən xəbər verir ki, alov 2 mərtəbəli bağ evini tamamilə bürüyüb, binadan yalnız yük daşıyan divarlar salamat qalıb. Təcili tibbi yardım xidmətləri hadisə yerindən 7 nəfərin meyitini çıxarıb. Onların 4-ünün uşaq olduğu bildirilir. Hazırda yanğının səbəbləri araşdırılır. İstintaq orqanları faktla bağlı araşdırmalara başlayıb. Vəkil Şəfiqə Nağıyevanın sosial şəbəkə hesabında paylaşımı maraqla qarşılanıb. Oxu24.com xəbər verir ki, Şəfiqə Nağıyeva nəvələrini paylaşaraq bu sözləri yazıb. Mən həmişə nəvələrimə deyirəm ki, həyatınızda boşluq yarada biləcək insanlardan uzaq durun. Əgər birinci dəfə baş verərsən, bu onların səhvidir. İkinci dəfə baş verərsən, bu sizin səhvinizdir. Yadınızda saxlayın, sizin xoşbəxtliyiniz sizin məsuliyyətinizdir. Əgər kimlərsə sizin həyatınızdan gedərsə, siz onları itirmirsiniz, onlar sizi itirir. Arzum budur ki, Rəbbim sizə elə adamlar rast gətirsin ki, onlar sizi qiymətləndirsinlər.